Hürmetli kötende şemlikçimizi davamlaştırıyoruz. Endiki mavzumunda Kim Jong-un kıltaqı düştü. Amerika armiyası 300 tane qoğlap zərbi veriş raketası orunlaştırıp Çavuşan'da qorşavga aldı. Yaponiya matbuatı xabar qilib mundaq ko'rsatdi. Növbətdə Amerika bilan Çavuşan qarma-qarşı elişiyotgan vaqtda Amerika hərbiy cəhətdə Çavuşanni qorşavga elish to'rini tamamladı. Amerika hərbiy parxotida 300 dana qo'g'lab zərb bergüçi raketa Çavuşandan yer asti əslahələrini nişanga aldı. Çavuşan qızıl siziqdən ötüb ketgan haman dərhal hərəkətə ötüdü. 19-cu günü Amerika əməldarları aşkarlab mundaq göstərdi. Yadro ot gücü bilan hərəkətlənədigan Reagan belgilik avamatkini Çavuşan yerim arlığa əvətimiz. Carl Vinson belgilik avamatki bilan birləşib manver elib barıb. Xəbərdə mundaq aşkarlandı. Eyni çağda Carl Vinson belgilik avamatki səpərdə ezib qapdı degan uçurunun keynində əməliyyatda hərbi işlə mənası bar bir iş idi. Amerika Çavuşanның krizis royunu qozğutuş üçün Çavuşanның uruş dəvrində işlətdiğən əslahələrini ulusdan çıxarıb qalğanlarını yer astığı orunlaşdırdığan alət şəkilləndirib muşundaq paytda fürsətdən faydalanıb Amerika zərb berdiğən nişanını belgilab aldı. Xəbərdə mundaq göstərildi. Çavuşan həqiqətən 6-cı qətem yadro quralları sınıq elib bardığan bolsa, yoki qit'alar ara uçudigan bomba sınaq qiladigan bolsa, Amerikaning tuyuqsiz hujum qilish mumkinligi o'rlaydi. Yaponiya qo'g'dinish qismlarining bir nafar amaldori mundaq ko'rsatdi. Amerika armiyası bu Çavuşanның to'xtovsiz turkumlab yadro bombasi ishlab chiqarish planini tarmar qilishning eng oxirgi puristi deb hisoblaydi. Xabarda mundaq ko'rsatildi. Amerika armiyasi qo'g'lab zərb berish raketasi qo'yib berib, Çavuşanның sınaq maydonining əslahəlariga zərbi berdi. Buning uchun 300 dana bomba qo'yib berish mo'ljallanmoqda. Təhlilçilər mundaq göstərdi. Bu qatam hərbiy zərb berishni həddiga oladigan asosli kuch dengiz armiyasidir. Növbəti 150 pay raketa qo'yib berəlaydiganligi to'g'risida xabar tarqaldi. Strategik suvosti parxoti buning uchun Çavuşanның janubiy qismi suv yuziga o'rlashtirildi. Adətdə yadro suvosti parxotining uçur intayin məxfi bo'lishi kerak edi. İttifoqdoshligim oshkorlanmasa kerak edi, lekin bu qatam oshkorlandi. Bundan qaraganda Çavuşanni tizginlashning furqi intayin qo'yiqlashdi. Xabarda yana mundaq ko'rsatildi. Dengiz armiyasidan boshqa Amerika armiyasi Yaponiyada turishliq Amerika armiyasining harbiy bazasidan strategik bombardimonchi aeroplanlar orqali Çavuşanga havodan hujum qilishi mumkin.